Lvov vilayəti və Lvov şəhəri. Bura Ukraynanın 24 vilayətindən biridir. Lvov şəhəri 1256-cı ildə tikilibdir. Lvov vilayətinin ümumi böyüklüyü 21800 kvadrat kilometrdir. Bu vilayətdə təxminən 2,5 milyon adam yaşayır. Bu vilayətin Drogobych, Stryy, Çervonograd və digər şəhərləri var. Lvov vilayətində Ukraynanın məydəni paytaxtı mövcuddur. Bu Lvov şəhəridir. Bu vilayətin əsas gəlirləri sənaye, neft və qaz, turizm, kənd təsərrüfatı və logistika. Vilayətdə çoxlu qədim tikintilər mövcuddur. Həm də burada qalalar mövcuddur. Aleski qalası, Podgoretski qalası, Zalachevski qalası. Bu qalalar bir neçə əsr əvvəl tikilibdir və bu gün Lvov şəhərinin və Lvov vilayətinin əsas simvollarından biridir. Ukraynanın qərbində yerləşən Lvov vilayəti həmçinin Polşa ilə sərhədi var. Həmçinin Lvov vilayətinin digər Ukrayna vilayətləri ilə sərhədi mövcuddur. Sərhədi mövcud olduğu vilayətlər isə İvano-Frankovskaya, Zakarpatskaya, Ternopolskaya, Volonskaya və Rovnenskaya vilayətləridir. Həmçinin bu vilayət fərqli illərdə fərqli ölkələrin tərkibində olub. Məsəl üçün Avstriya Macarıstan İmperatorluğu, Polşa, SSR və Ukrayna.